Hücum Zaşitnik'ten elə birinci növbədə elə top keçməməli. Milli komandanın oyuncususan sen kardeşim. Milli komandamızın oyuncususan sen. Səhvidir, keçməməlidir. Milli komandamızda oynuyorsan sen. Ruslanın sözü Dostum. hələ bilir doğrudan ona deyirsən. Onun səhvidir. Müdafiəçinin konkret birə-bir mübarizədə uduzmağı və gedib qapıda birbaşa oyuncuların səhvidir. Söhbəti yox. Qırmayın da Ora gəlib bu dostlar, söhbət xahiş çıxana qədər də bu uzun pas verəndə sən epizodu görmüsən yoxsa bəlkə də qaçırtmısan. Hücumçu gəlir bədənini yapışdırır ona. Bilirəm. Hücumçu da bədəninlə Zaşitniki hiss edirsə, o Zaşitnik üçün çətindir tullanmaq o topa. Çünki bu basır məni dala oyun çərçivəsində, ştraf deyil. Bədənimlə basır dala, mən də tullanıb elə bir şey eləmək istəyirəm də, baribə eləmək istəyirəm. Bədənimlə bu mənə özünü yapışdırıb məni dala itələdiyi üçün mən tullana bilmirəm. Və bu hücumçu görür ki, top bunun başının üstündən keçə bilər. Biraz hündürdən gedir. Axırıncı moment çönüb qaçır ora. Bildin necə? Heç nə eləmir buna. Bu da o momentdə tullanır, görmürmü topu? Görmür də işte. Rubilniklər söndürürlər oradan. Şıklar söndürürlər. Qaqam çönür gedir cəbədə. Yəni hücumçu özü üçün hazırlayır o momenti. Yəni o dərəcədə Neftçinin, Zaşitnikin stoperi səhv eləməyin yəni ki düzgün deyil.